Bugün araya baxış keçəcəyik. Bir arda vəziyyət nəzərə. Arılarımızda inkişaf var. Bəli, arda dalaq qoyur. Arının bu cür dalaq qoymağı arıda heç bir problemi olmaması deməkdir. Həm də arısının gecikməyi deməkdir. Arı dalaq qoyub, içərisinə yumurta atıb, əlbəttə ki, erkək yumurtalar atıb. Vaxtında çatdıra bilmədik bu arıya. İçərisində erkək yumurtalar var. Şunları qoyuruq. Təxminən 2 gün əvvəl verilən şərbətli artıq arılar bitirib. Keçli hələ ki var. Arıya bir yüngül baxış keçəcək. Arının cinsi baxmasıdır. Arı artıq sonuncu çərçivə belə yumurta atıb. Yəni irəli baxmağa heç ehtiyac yoxdur əslində. Burada qədər baxmaq kifayət edir. Yəni bir problem olsa, arı bu son çərçivələri yumurta atması heç vaxt. Erkək arılar artıq doğulub. Bunlar bizim erkək arılarımız artıq doğulublar. Çox gözəl. Ehtiyac yoxdur əslində. Arıya xampətək verəcəyik. Tel tərəfini içəri tərəfə qoyacaq ki, arılar qabardanda birbaşa mumu hörsünlər telin üzərinə. Bir ədədini 9-cuya, bir ədədini isə 2-ci pətəyə verəcəyik. İkinci və 9-cu pətəklərin yerinə, çərçivələrin yerinə xam pətək verəcəyəm. Güclü arı olduğu üçün, yəni bir gün içərisində, 2 gün içərisində qabardacaqdır. Hani bala sahəsini çox da bölmüş olmuyor. İkinci çərçivəyə baxaq. Nəyəsə burada yumurta yox. Yox, fikrimizi dəyişdik. Arı burada yumurta atmıyor. İnşallah havalar istiləndikdən sonra təxminən 25 dərəcə yüksəyə qalxdıqdan sonra arıya formik gel tətbiq edəcəyik.